Ağcabədi kəndində yerləşən məktəbdə Vətən müharibəsi şəhidimiz Adil Məmmədoğlu Həsənovun unudulmaz xatirəsinə həsr olunmuş möhtəşəm anım tədbiri keçirilib. Şəhidimizin qəhrəmanlığının yad edildiyi bu tədbirə rayon ziyalıları, şəhid ailələri, kənd sakinləri və gənclər böyük maraq göstəriblər. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əbədi yaşar olduğunu bir daha nümayiş etdiriblər. Tədbirdə çıxış edən natiqlər, o cümlədən dəyərli ziyalımız Eldar Əloğlu, Adil Misiroğlu, Aqil Məmmədoğlu Həsənovanın fədakarlığından, onun igidliyindən və gələcək nəsillər üçün örnək olan həyat yolundan bəhs ediblər. Qeyd olunub ki, şəhidlərimizin xatirəsi hər zaman uca tutulmalı, onların adı qəlblərdə əbədi yaşamalıdır. Bu əlamətdar tədbirdə şəhid Şirinov Əvəz Qədimoğlunun bacısı Ağayeva Elyanə Qədim qızı da iştirak edərək şəhid ailələrinin daim dövlətimizin və xalqımızın diqqət mərkəzində olduğunu vurğulayıb. Həmçinin müəllimlərə dəstək ictimai birliyinin sədri Abdullayeva Aynurə də tədbirdə iştirak etmiş və çıxışında vətənpərvərlik tərbiyəsinin önəmini qeyd etmişdir. 1 apreldə bütün 10 milyonlu əhali idarə edir. Biz isə onun qoyduğu yolları müdafiə etməliyik. Budur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah şəhid anaları, şəhid ataları, bütün şəhid qohumlarına səbir diləyir. Məktəbin istedadlı şagirdləri şəhidimizin şücaətinə və vətən sevgisinə həsr olunmuş ürəklərə toxunan şeir səsləndirib. Bu vətən, bu torpaq mənimdir deyib, üstündə bu qarlar gəzdi şəhidlər, əyninə qanından bir köynək geyib, düşmənin yolunu kəsdi şəhidlər. Təki vətənimiz düşməsin dara, baxmayıb soyuğa, borana qara, cavab vermək üçün ağzılara, hər bir çətinliyə dözdü şəhidlər. Arzusu göylərə, yerə sığmayan, araca sığmayan, kürə sığmayan, nağıla, dastana, şeirə sığmayan, ən ali müqəddəs sözdür şəhidlər. Danışmaq çətindir xatirələrdən, hansına toxunsan həyat qoxulur, bizə kökənlərdən qalan rəsmlər, ürəyi sızladan nəğmə oxur. Bu təsirli anım mərasimi Access TV1 kanalının rəhbəri İlxan Müzəffəroğlu'nun təqdimatı ilə yüksək səviyyədə lent alınıb. Kimsə nəsə bir yaxşı iş görmək istəyirsə, bacardığı dəstəyi hər zaman bizə göstərib. Ən əsas da şəhid ailələrinə, qazilərə hər zaman diqqəti, qayğısı göz önündə olub və bu da bizim diqqətimizdən yayılıb. Haqq Səsi qəzetinin həm də YouTube kanalının rəhbəridir, uzun illərin jurnalistidir. Belə deyək də, həm Ağcabədi rayonunda, həm Azərbaycanda çox böyük kütləsi olan
öz səhifələrində, öz qəzetində, YouTube kanalında hər zaman təbliğat aparıb, sağ olsun və belə rayonumuzun gözəl işlərini hər zaman işıqlandırıb. Buna Öndə gedənlərdən. Bəli, öndə gedən şəxslərdən biridir. Bizə göstərdiyi diqqət qayğıya görə də, şəhid ailələrinə göstərdiyi diqqət qayğıya görə də ona həm öz adından, həm anam adından, həm Səkinə xanımın adından xüsusi təşəkkürümü bildirirəm. Bu Tədbirin sonunda isə təşkilat komitəsi tərəfindən İlham Müzəffəroğluna şəhid ailələrinə göstərdiyi davamlı dəstəyə və bu cür əlamətdar tədbirlərin işıqlandırılmasındakı xidmətlərinə görə təşəkkürnamə təqdim edilib. Bu sahədə çalışsam da ən böyük dəyər sizin mənə verdiyiniz, təşəkkür edirəm, kollektivinizə də ən böyük dəyərli bir ödül. Təşəkkür edirəm sizə. Mən təşəkkür edirəm şəhid ailələrinə. Mən təşəkkür edirəm şəhidlərimizə. Təşəkkür edirəm şəhidlərimizə, anamlara. Həmişə qəlbində yaşadanlara. Ki, bu günlərim onların sayəsində də mən buna nail ola bildim. Sizin sayənizdə də həm də. Bir onu demək istəyirəm ki, bütün istər məmur olsun, istər dövlət xadimi olsun, ictimai təşkilatlar olsun, yer üzündə yaşayan insanlara səslənirəm. Elə bilməyin ki, şəhid arxasızdır, təhdir. Onun valideyni olmaya da bilər. Amma onun ən dəyərli, kainatın sahibi olan Allah var. O unutmayacaq. Onu onlar bilsin. Mən sözümü buradan, bax bu ailədir, Eldar müəllimdir, Adil müəllimdir. O qardaşlara mən təşəkkür edirəm. Onların polisindən tutmuş. Eldar müəllim ensiklopediya. Yəni dünyanın ensiklopediyası daha. Onu tanımaq üçün gərək Eldar müəllimi, nə bilim, saatlarla dinləyək. Təşəkkür edirəm belə insanlara ki, dövlətimizə, xalqımıza həmişə dəstək olur. Allah Ulu Öndərə rəhmət eləsin. Onu bizə qoyub, miras qoyub getdiyi İlham Əliyevə Allahdan sağlığı versin ki, o xalqını sevir. Bir də onun ətrafında nanəciklər var. Allah onların da qəlbinə xoş salsın. Ki, bu xalqı sevsin. Bu qalib xalq ən yüksək yaşamağa layiqdir. Təşəkkür edirəm sizə. Var olun, Allah sizi var eləsin. Allah şəhidlərimizin